Kufə gecələrinin sakit bir gecəsində səslər kəsilmiş, gözlər yumulmuşdu. Yalnız insanların dərdini sinəsində daşıyan bir qəlb oyağı idi. O da möminlərin əmiri, ədalətlilərin başçısı İmam Əli bin Əbu Talib əleyhissalam idi. O, evindən gizlicə çıxmışdı. Onu nə bir əskər, nə də bir xidmətçi müşahidə edirdi. Çiynində bir kisə un və xurma daşıyırdı. Üzü itaətin nuru ilə işıq saçırdı. Gecənin qaranlığında kasıb evlərindən birinə doğru hərəkət edirdi. Dağılmaq üzrə olan bir qapının önündə dayandı. Bir ananın iniltisini və uşaqların ağlama səsini eşitdi. Qapını yavaşca döyüb mərhəmətlə dedi: "Ey Allahın bəndəsi, icazə verirsənmi ki, Allahın qullarından biri içəri keçib sizə kömək etsin?" Qadın qapını açdı, gözləri yaş içində idi. Dedi: "Ey Allahın qulu, gördüyün kimi halımız budur. Aclıq balaları əldən salıb, yoxsulluq isə böyüklərin çiyninə ağır yük olub." İmam təbəssüm etdi, kimliyini də bildirmədən içəri keçdi. Gətirdiyi ərzağı yerə qoydu, odu öz əlləri ilə qaladı və onun yanında diz çöküb əlləri ilə alovu hərəkətə gətirdi. Alovun tüstüsü onun üzünə dəyir, o isə deyirdi: "Ey Əli, bax bu, xalqı ac yatarkən özü rahat yatanın cəzasıdır." Sonra yemək bişirməyə başladı. Qazanı qarışdırır, nəvazişlə deyirdi: "Balalarım, biraz səbr edin, az sonra qəlbinizi sevindirəcək şeyi görəcəksiniz." Yemək hazır olanda uşaqlara əlləri ilə yemək verdi. Onlara şəfqətli bir ata kimi qayğı göstərir və deyirdi: "Yiyin əzizlərim, qoy aclığın əldən saldığı üzlər gülümsəsin." Uşaqlar gülməyə başladılar. İmamın isə gözləri sevinc və mərhəmət yaşları ilə doldu. Sonra xurma götürüb onlara yedirdi. Beləcə evə istilik və səadət yayıldı. Səhər açıldıqda imam gizlicə gəldiyi kimi də gizlicə çıxıb getdi. Bir qədər sonra qadın qonşulardan eşitdi ki, gecə ona xidmət edən şəxs sən demə möminlərin əmiri Əli bin Əbu Talib imiş. Qəlbi titrədi, həyəcanla qışqırdı: "Vay halıma! Necə oldu ki, ədalətin və mərhəmətin simasını tanımadım? Möminlərin əmiri yetimlərimin yeməyini öz əlləri ilə bişirib." Beləcə o gecə əbədi şahid kimi qaldı. Təkəbbürü tanımayan bir insanlığın, yer üzündə gəzən bir mərhəmətin və ac insanlara öz əli ilə yemək yedizdirən bir ədalətin şahidi kimi. Əli əleyhissalam öz mehrabında imam, kasıbların evində ata, bu dünyanın qaranlıqlarını mərhəmət və ədalətlə işıqlandıran bir nur idi.